Quba Azərbaycanın şimal-şərqində təkcə füsunkar təbiəti ilə deyil, həm də çoxəsrlik tarixi memarlıq irsi ilə diqqət mərkəzindədir. Bu irsin ən möhtəşəm və dəyərli nümunələrindən biri Qudyalçay üzərində əzəmətlə dayanan Tağılı körpüdür. Bu körpü Qubaya gələn hər bir qonağın ilk qarşılaşdığı, eyni zamanda tarixi mədəni hadisələrə şahidlik edən tarixi abidədir. Tağlı körpünün inşası 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Bu, sadə bir tikinti deyil, tarixi zərurətdən irəli gələn mühüm bir layihə idi. Məlumdur ki, indiki körpünün yerində daha əvvəl taxta dayaqlar üzərində qurulmuş, lakin Qudyalçayın coşqun sulağı qarşısında davamsız olan bir keçid mövcud idi. Məhz bu etibarsızlıq Rusiya İmperatoru 3-cü Aleksandrın göstərişi ilə 1894-cü ildə daha strateji və dayanıqlı bir daş konstruksiyanın tikintisini şərtləndirdi. Məqsəd bölgədə hərbi strateji və ticarət əhəmiyyətli nəqliyyat xəttini gücləndirmək idi. Nəticədə körpü şərq memarlıq üslubunun yerli tikinti ənənələri ilə mükəmməl şəkildə sintezini əks etdirdi. Onun yarımdairəvi tağlı konstruksiyası və simmetrik quruluşu çayın yaratdığı təzyiqi bərabər paylayaraq abidəni dövrün ən davamlı mühəndis həllərindən birinə çevirdi. Qubada 19-cu əsrdə cəmi 7 körpü mövcud olsa da, təəssüflə qeyd etməliyik ki, zamanın sınaqlarından keçərək günümüzə bütöv şəkildə qorunub gəlib çatan yeganə nümunə məhz bu Tağlı körpüdür. Tağlı körpünün funksionallığı yalnız nəqliyyat əlaqələrini təmin etməklə məhdudlaşmır. Onun başqa bir xüsusi çəkisi Qubanın mərkəzini Qırmızı qəsəbə ilə birləşdirməsidir. Bu körpü yüzilliklərdir qəsəbədə məskunlaşan dağ yəhudiləri icması ilə şəhər sakinlərini ayıran deyil, birləşdirən ən əsas yoldur. Bu baxımdan Tağlı körpü təkcə memarlıq nümunəsi deyil, həm də iki fərqli mədəniyyət və icma arasında sosial və mədəni əlaqələrin davamlılığını təmin edən, dözümlülüyün və birgə yaşayışın simvol rolunu oynayan vacib infrastruktur elementidir. Təəssüflər olsun ki, Tağlı körpü təkcə abadlıq dövrlərinin deyil, həm də faciə anlarının şahididir. Bu abidə Azərbaycana qarşı həyata keçirilmiş Quba soyqırımı hadisələri ilə sıx əlaqəlidir. Mənbələr göstərir ki, 1918-ci ildə erməni quldur dəstələrinə qarşı yerli əhalinin müqaviməti məhz körpünün yaxınlığındakı indiki Qıxpiləkən adlanan ərazidə cəmləşmişdi. Körpü o mübarizənin və xalqın öz yurdunu qorumaq əzminin canlı bir abidəsi olaraq qalır. Tağlı körpünün tarixi memarlıq əhəmiyyəti o qədər yüksəkdir ki, onun təsviri hətta poçt markalarının üzərində də əks olunub. Abidə bugün dövlət tərəfindən qorunan tarixi abidə statusuna malikdir. Bugün Tağlı körpü həm turizm marşrutlarının mərkəzində, həm də Qubanın gündəlik həyatında mühüm rol oynayır. Körpü Qubanın memarlıq yaddaşının ən etibarlı şahidlərindən biri kimi yaşamağa davam edir.